adi şeydir. Onların həyat tərzi elədi. Amma bundan sonra nələr olacaq, düz deyirsiz, biz onu bilirik. Bu biabırçılıqdır. Məhz ona görə məhz öpüşdən məsələsində elə o Macronundur, o bütün Amerikanın prezidentidir, başqa kral ailəsidir, nə bilim, sonra Saudi Arabistanın, nə bilim, o böyük şəxsləridir ki, onlar hamısı orada var. Nəyə görə onlar orada var? Ona görə ki, onlara qarşı böyük kompromatlar var və onlar məhz ona görə yerlərdə Amerikanın, İsrailin dediyini, Böyük Britaniyanın dediyini ilə oturub durur və onların dediyi bütün əmirlərə müntəzirdir. Allah eləməsin, İranda 3-cü və ya ki 4-cü ya da 2-ci şəxs demirəm. 3-cü, 4-cü şəxs kimi bir adamın adı düşsəydi o öpüşdən məsələsinə, indi bunlar dünyanı dağıtmışlar. Azərbaycanın Siyonist trolu olan kütləvi informasiya vasitələri elə susub, elə bir